21 fevral 2026-cı il tarixində saat 6 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğından Mühafizə Xidməti, Şirvan şəhər Yanğından Mühafizə dəstəsinin böyük yanğın söndürəni, Daxili Xidmət Başçavuşu Hakim Şahlaroğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub. Dəfn mərasimində Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bu gün səhər saat 8-in yarısında işləmişik. Gecə olub işə gediblər. Həmin momentdə orada yığış elib qutarıblarmış maşın keçəndə, yol maşını yaxınlıqdan olub. Gözlüydü işdən gələcəkdi. Həmişə gəlirdi, gözlüydü. Gəlib çatmadı. Gələ bilmədi. Məlumat daxil oldu, yanğın hadisəsinə çıxdıq və hava dumanlı olduğu üçün hadisə baş verdi. Məni də vurub da maşın. Bakı-Astara yolunda baş vermiş yanğın hadisəsinin söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan şəhər Dövlət Yanğından Mühafizə bölməsinin əməkdaşları dərhal cəlb olunmuş. Çevik reaksiya nəticəsində yanğın söndürülməsi istiqamətində işlər təşkil olunaraq təmin olunmuşdur. Qısa bir zamanda yanğın söndürülmüşdür. Yanğın söndürən peşəsi çox çətin və şərəfli peşədir. Allah əməkdaşımıza rəhmət eləsin. Qeyd edək ki, Fövqəladə Hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğın söndürmə əməliyyatlarında cəsur və peşəkar yanğın söndürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.